Biz Hero Z7 aparatını gətirmişik. Aparat deyəndə, yəni bir reabilitasiya masasıdır. Bu zaman biz onurğanın mobilizasiyasını daha belə deyim ki, asan edirik. Əslində biz əvvəl də o onurğa mobilizasiyasını edirdik. Sadəcə belə deyim, qollarımıza daha çox güc düşürdü. İndi qollarımıza daha az güc düşür və bu Azərbaycanda ilk olaraq Hero Z7-ni biz gətirmişik. Azərbaycana uzun zaman gözləmişik gəlməsini və skalyozun müalicəsində yeni bir etapdır. Amma belə deyim, yenə də biz fiziki güc tətbiq edirik. Yəni nəyəsə hansısa bir aparatı qoşub gedib oturub orada gözləmirik. Yenə də az istifadə edirsiniz aparatdan da. Yəni. Bəli. Az istifadə 10-15 dəqiqəlik zaman istifadə edirik. Onurğanın rotasiyasını, yəni rotasiya nədir? Əyilib və burulma. O burulmanın açılmasında istifadə edirik. Qeyd edim ki, yenə deyirəm, əvvəl də əllə edirdik. İndi sadəcə o masa bizə dəstəkdir ki, biz onu daha yaxşı və daha sürətli şəkildə edək. Biraz da tənbəl xəstələr üçündür. Hərəkəti sevməyəm. Biraz da tənbəl xəstələr üçündür.